Qəbələ axır ki qələbəsini qazandı, layiqli də qələbə qazandı. Komandanın böyük bir stres var idi, Neftçi kimi Qəbələdə də. Hətta söz-söhbətlər gəzirdi ki, rəhbərlik Kaxaber Çıxadalcaydan narazıdır ki, nəticələr qazana bilmir. Kəpəz isə bilmirəm, artıq 5 oyun, 5 məğlubiyyət çox bərbad bir nəticədir. Belə. Qəbələ rəhbərliyi dedin, narazıdır. Vallahi indi Fariz müəllim də uzun illərdir futbolun içindədir. Və Səbuhi Səfiyarlı da futbol adamıdır, çox yaxşı bilir. İndi Elnur Məmmədli də ora gəlib, mətbuat katibi də olsa, indi o da futbol adamıdır. Yəni Qəbələnin oyunu həqiqətən də ümid verirdi. Bax, ötən verilişdə danışdıq ki, bu futbolla nəticələr gələcək. Çünki Qəbələ futbol oynayır. İndi hər dəfə nəsə çatmır, biraz təqvim də onların üzünə gülməmişdi, çətin rəqiblər düşdü mövsümün əvvəlində. Karvan Yevlaxla 100%li bir 6-7 epizodu boşa verib qələbəni əldən verdilər. Yəni bu qələbə gözlənilən idi. Start heyətində birinci liqada ötən mövsümü oynamış 6 futbolçu yer almışdı Qəbələdə. Mən də o nüanslara çox da fikir verirəm. Mən futbola baxıram ki, bu komanda futbol oynayır. Dinamika var, keçidlər var, məşqçi işi var. Yaxşı futbol oynayırlar öz çaplarında, öz bacarıqları hesablarına. Ona görə bilmirəm rəhbərlik niyə narazıdır. Məncə narazı olmağa dəyməz. Bilmirəm indi Qəbələnin qarşısına hansı tapşırıqlar qoyulub Çıxadalcaydan, amma ümumən belə götürəndə komanda futbol oynayır.